Bugündən etibarən yeni layihəmiz olan İlahi Əxlaq proqramı vasitəsilə sizlərlə uzun yolculuğumuz olacaq. Sən ki bu qədər əxlaq sahibisən, mən səni bu qədər incitdiyimə rəğmən, sən gəlmirsən mənim iyadətimə, bu insan işi deyil. Bu ilahi bir işdir. Ona görə sən mənə İslamı öyrət, mən İslamı qəbul edeyim, xəcalətsiz çıxım sənin üzrə. Quranda əxlaqa olan işarələr barəsində də onlara da toxunasınız. Əxlaq bizim dinimizin gəlmə səbəbidir. Yəni bu boyda İslam ki var, İslam kompleksi ki var, İslam dini ki var. Bunun gəlişinin səbəbi əxlaqdır. Peyğəmbər bir saatı 3 hissəyə bölənmiş, 20 dəqiqəsini ailəsinə, 20 dəqiqəsini cəmiyyətə, 20 dəqiqəsini də özünə. Mən yalnız və yalnız əxlaq normalarını tamamlamaq üçün gəlmişəm. O əxlaq bizi normallaşdırmaqdan ötürü, orijinal halımıza qaytarmaqdan ötürüdür. Biz qayıdaq öz halımıza, biz qayıdaq Allah bizi necə yaradıb o hala. Bismillahirrahmanirrahim. Hər vaxtınız xeyirli olsun dəyərli tamaşaçılar. Bugündən etibarən yeni layihəmiz olan İlahi Əxlaq proqramı vasitəsilə sizlərlə uzun yolculuğumuz olacaq. Təbii ki, dəyərli ruhanimiz Seyid Mirkazımla birlikdə Uca Allahın bizə göstərdiyi gözəl əxlaq prinsiplərini, insanı ucaldan mənəvi dəyərləri Quran ayələrində kəşf edəcəyik. Salamlayıram sizi. Aleykümselam və rəhmətullah. Mən də salamlayıram sizi və əziz dinləyiciləri, bizim müşahidəçilərimizi, ilk tənqidçilərimiz yəqin ki, onlar olacaq. Bu işdə sizə və özümə uğurlar arzulayıram. Allah sizdən razı olsun. Hacı, ilk olaraq öyrənək, əxlaq nədir? Bismillahirrahmanirrahim və bihi nəstəin və huvə xeyru nasirin və mu'in. Əxlaq çox geniş bir dənə məfhumdur və doğrudan çox əzəmətli bir dənə proyektdir. Yəqin ki, böyük alimlərin yemidir bu. Kadr çatışmazlığından indi mən danışıram. Yəqin ki, inşallah gələcəkdə kadrlarımız olar və daha da təkmilləşmiş forması olar. Əxlaq bizim dinimizin gəlmə səbəbidir. Yəni bu boyda İslam ki var, İslam kompleksi ki var, İslam dini ki var. Bunun gəlişinin səbəbi əxlaqdır. Ki Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, İnnəmə bu'istu li utəmmimə məkariməl əxlaq. İnnəmə həsr ədatıdır. Yəni mən yalnız və yalnız əxlaq normalarını tamamlamaq üçün gəlmişəm. Və hətta böyük alimlər adını çəkim ki, sonradan deyəcəklər ki, məsələn, kim deyibdi? Allah canın salamat olsun. Ayətullah Məzahiri məsələn deyir ki, soruşsalar sizə Quran nə kitabıdır? Məsələn, kitab var deyirsən riyaziyyat kitabıdır, kitab var deyirsən fizika kitabıdır, kitab var deyirsən biyologiyadır, romandır filan. Bəs Quran nə kitabıdır? Deyir, rahatlıqla deyə bilərsiniz ki, Quran əxlaq kitabıdır. Quran çünki insan düzəldəndir. Bəzən ki, sual verirlər, müsəlman, İslam gəlib nə düzəldib məsələn? Bir dənə iynəni də xaricdən alır. Nə düzəldib? Yox, İslam texnoloq deyil, İslam nə bilim kalbasa düzəldən deyil, İslam belə deyək, bomba düzəldən deyil, İslam maşın düzəldən, İslam insan düzəldəndir. Bütün nə düzəldənlər varsa, məsələn, belə deyək, məişətdə olan bütün şeyləri düzəldənlər, nə bilim, müharibədə olan bütün şeyləri düzəldənlər, sülhdə olan bütün şeyləri düzəldənlər ki, insanlardır, İslam da insan düzəltməyə gəlir. İnsan, sən, bu şeyləri ki, düzəldəcəksən, ona insani baxımdan yanaş. Yəni, Quran əxlaq kitabıdır. Və əxlaq özü nə deməkdir? Əxlaq, deməli, ərəb dilində bilirsiniz ki, hərflər oxunur, səslər oxunmur da, səslər yalnız səsləndirilir. Xa, lam, qaf. Bizim də x, l, q. Əgər bunu xəlq oxuyuruq, insanın cisminə aiddir. Xilqətinə aiddir. Əgər xulq oxuyuruq, bu insanın daxili aləminə aiddir. Ki, Peyğəmbər sallallahu aleyhi və səlləmə Quran-ı Kərimdə Allah təala buyurur ki, İnnəkə lə'alə xuluqin əzim. Sən əzəmətli əxlaq sahibisən. Əxlaq yəni insanın pis sifətlərdən, deyirsiniz ki, pis sifətlər hardandır? Pis sifətlər kənardan gəlir. İnsanda Allah Teala yaxşı sifətləri və pis sifətlərin hamısını ilham eləyibdir. Pis sifətlər kənardan gəlir, yaxşı sifətlər insanın içində hazırdır.
Ona fitrət də deyə bilərik, ona instinkt də deyə bilərik. İndi heyvanlarda instinkt deyirlər, insanlarda fitrət deyirlər. Deyə bilərik ki, Allah Taala insanın canında, insanın şuurunda, insanın beynində qoyubdur bunu ki, bu işlər yaxşıdır, bu işlər pisdir. Yəni dünyada heç nədən xəbəri olmayan bir dənə insanın yanında yalan danışsın, biləcək ki, yalan danışma pis şeydir. Aldatsın, deyəcək bu pis bir şeydir. Və yaxud ona belə deyək, sataşsın, deyəcək ki, pis bir şeydir bu. Lazım deyil ki, bunun üçün ayə gəlsin, nə bilim, nə olsun. İnsanın fitrətində Allah Taala qoyubdur bunu. Amma pis şeylər isə kənardan gəlir. Allah Taala onu ilham eləyib. Amma o kənardan gəlir. İnsan onu qıraqdan qazanır. Ki Allah Taala buyurur ki, nə yaxşı şeyləriniz varsa məndəndir, nə pis şeyləriniz varsa özünüz qazanırsınız. Nələr ki var, özünüz qazanırsınız. İndi bu əxlaqın içində əxlaq rəzillikləri və əxlaq fəzilətləri var. Yəni gözəl əxlaqlar və bir də pis əxlaq xüsusiyyətləri var. İnsan, indi alimlər arasında belə bir söz var ki, görəsən, insan pis əxlaqları təmizləsə, inkişaf eləyir, yoxsa pis əxlaqları ümumiyyətlə yaxına buraxmasa, inkişaf eləyir. Pis əxlaq insana kənardan gəlir, qeyd elədik. Əgər insan əvvəldən yaxşı əxlaqları, əxlaq fəzilətlərini inkişaf elətdirsə, suvarsa, onlardan qulluq eləsə, onlar böyüyəcək, daha o pis əxlaqlara yer olmayacaq. Adətən belə olmur. Amma pis əxlaqları insan, o ki, maniyyədir də insanın yaxşı əxlaqının inkişaf eləməsinə. Pis əxlaqları insan yaxına buraxmasa və yaxud da ki, onu bədənindən yavaş-yavaş təmizləsə, təmizlədikcə, burada iki dəstə olublar alimlər. Bəziləri deyirlər ki, təmizləyəndən sonra yaxşı şeylər əkilməlidir onun yerinə. Bəziləri deyirlər ki, ehtiyac yoxdur. Allah Taala yaxşı şeyləri qoyub orada, toxumu oradadır. Elə sən o pisləri təmizləsin, o özü münbit yer tapan kimi böyüyəcəkdir. Bəli. Şimdi burada hər ikisi gözəldir. İki məna ikisi də gözəl. Əgər insan başladısa əxlaqını düzəltməyə, və əxlaqı düzəltmək nə lazımdır? Əxlaqı düzəltmək insanın özünə xeyirdir. Çünki İmam Musa Kazım əleyhissalamdan da zahirən belə bir dənə hədis varımızda buyurur ki, fi səatil əxlaq kunuzul ərzaq. Əxlaq gözəlliklərində, əxlaqın, insan əxlaqlı olanda ruzusu bol olur. Allah Taala belə bir dənə qərar qoyub, belə bir dənə kod qoyubdur ki, əxlaqın gözəlləşdikcə, insanlar səni yaxşı tanıdıqca, səni yaxşı bildikcə, sənin ruzun çoxalacaq. Ruzu o demək deyil, pulun çoxalacaq. Yəni, ziyarət səfərlərin çoxalacaq, məsələn, Allahdan gələn gözəl ruzilərdə, məsələn, ziyarət səfərləri, iman, namaz, oruc filan, bütün bu şeylər çoxalacaq. O cümlədən övlad, o cümlədən yemək içməyin, o cümlədən varın dövlətin də təbii ki, artacaqdır. Əxlaq ümumilikdə nədir? Əxlaq, əgər belə elm dildə yox, öz dilimizdə desək, əxlaq insanın Allaha yaxınlaşdıran yeganə yoldur. Peyğəmbər sallallahu aleyhi və səlləm İslamı gətirəndə bilirsiniz ki, İslamın 3 dənə elmi var. Əqaiddir, əhkamdır, əxlaq. Əgər əxlaq olmasa, nə əqaid, nə əhkam heç biri olmayacaq. Çünki Peyğəmbər gələndə, danışanda, insanda eşitmək əxlaqı olmasaydı, o birislərin nə əhkam, nə də əqaid olacaqdır. Əxlaq insanı insan eləyən yeganə amildir. Allah sizdən razı olsun, təşəkkür eləyəcək. Bəs istəyərdim Quranda əxlaqa olan işarələr barəsində də onlara da toxunasınız. Quranda əxlaqa olan işarələr barəsində ən böyüyünü dedim, innəkə lə'alə xuluqin əzim. Peyğəmbərə buyurdu ki, sən böyük əxlaq sahibisən. Necə böyük əxlaq sahibisənin işarələsək daha yaxşıdır. Peyğəmbər sallallahu aleyhi və səlləm çox gözəl geyinərdi. Biz danışırıq 14 əsr bundan qabaqdan. Həmin dövrdə, tarixdə belə bir şey yoxdur ki, deyilsin, kimsə məsələn paltarını qaynatdı. Peyğəmbərin paltarı barəsində var. Peyğəmbər paltarını qaynadardı. Yəni təmizləməkdən ötürü. Təmiz geyinməyi özünə borc bilərdi.
Və sual eləyəndə Peyğəmbərdən ki, nə üçün sən bunu eləyirsən? Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm buyururdu ki, insanların gözünün haqqıdır ki, məni müntəzəm görsünlər. Yəni, insanın gözünün haqqını qoruyurdu. Saçını darayırdı və buyururdu ki, kimin uzun saçı var daramalıdır. Çünki insanlar gözləri müntəzəm bir şey görməlidir. Qazancının 3-dən 2-sini ətriyyata xərcləyirdi. Hətta heç nə olmayanda, deyirlər, cümə namazına gedəndə zəfəranı isladıb, onun suyunu çəkirdi ki, məndən bitki iyi, gözəl iyi gəlsin. Onun gözəl xüsusiyyətlərindən, əxlaqi xüsusiyyətlərindən biri budur ki, hər kəsə ilk salam verər olardı. Hətta adamlar var ki, onunla danışanda dilləri topuq vurardı. Əzəmətli adamdır da. Peyğəmbər sallallahu aleyhi və səlləm bir dəfə birini qucaqladı ki, mən padişah deyiləm, mən Allahın bəndələrindən biriyəm, mən səndən biriyəm. Sən niyə mənə görə dilin topuq vurdu? Və yaxud üstünə hasardan bir nəfər daim toz, kül atardı. Eşitmişsiniz bunlardır sadəcə. Peyğəmbərin əzəmətli əxlaqından işarə eləyərək danışıram. Bir müddət atmayandan sonra Peyğəmbər soruşdu, bizim dostumuz hanı? Dostumuz hanı? Dedilər ki, bəs bəlkə xəstələnib. Peyğəmbər gəldi onun iyadətinə. Ona xəbər verdilər ki, İslamın Peyğəmbəri gəlir. Bu nə İslam qəbul edir, nə Allah qəbul edir, nə Peyğəmbər qəbul edir. Bu da başını saldı yorğanın altına xəcalətindən. Oradan dedi ki, ya Rasulallah, ya Rasulallah. Sən ki, bu qədər əxlaq sahibisən, mən səni bu qədər incitdiyimə rəğmən, sən gəlmirsən mənim iyadətimə, bu insan işi deyil. Bu ilahi bir işdir. Ona görə də sən mənə İslamı öyrət, mən İslamı qəbul edeyim, xəcalətsiz çıxım sənin üzvə. Peyğəmbərin əxlaqi xüsusiyyətlərindən biri budur ki, heç vaxt məclisdə baş, ayaq tanıtmazdı. İnsanların arasında insanlar kimi davranar. Elə o fərqi yoxdur. Dövlətli, kasıb onlar kimi davranardı. Sevərdi ki, fəqir insanlarla oturub yemək yesin. Heç bir kompleksi yox idi. Görən kimi, onları təklif edən kimi gəlirdi otururdu. Onlar kimi yerdə otururdu və onların yeməyindən yeyirdi. Heç bir kompleks də yox idi. Müharibələrdə elə əxlaq sahibi idi ki, insanları düzəltmək üçün çalışardı, öldürmək üçün çalışmazdı. Dinə gətirmək üçün çalışardı. Ailədə məxsusən, ailədə çox mehribandır. Bilirsiniz, ailə məsələsi İslamda çox mühüm tutulur. Ailə əxlaqı ümumiyyətlə bütün əxlaqdan fərqlidir. Əgər bir insan böyüyəcəksə, evdəki əxlaqına görə böyüyəcək. Əgər bir insan əziyyət çəkəcəksə, evdəki əxlaqına görə əziyyət çəkəcək. Səd ibn Məaz barəsində yəqin ki, az çox eşitmişsiniz. Səd ibn Məaz Peyğəmbərin yaxın sahabələrindən biri idi. Ühüddə elə bir dənə qəhrəmanlıq göstərmişdi ki, Peyğəmbərin demək olar ki, sağ əli idi. Bir gün eşitdi ki, Peyğəmbər eşitdi ki, Səd dünyasını dəyişib, ayaqyalın baş açıq qaçdı. Hələ bu vaxta qədər belə bir iş görməmişdi. Bu o deməkdir ki, yəni üzr sahibi mənəm. Ayaqyalın və baş açıq. Getdi, cənazənin 4 tərəfində, 4 qolunu daşımağa iştirak elədi. Bilirsiniz, müstəhəbdir cənazənin həm sol əlini, sol qolunu sol çiynivə, sağ qolunu sağ çiynivə. Deyəcəksiniz ki, sol qolda gərək sağ çiynə düş axı. Yox, deməli cənazənin iç tərəfində getməlisən. Sol qolunu sol tərəfə, sağ qolunu sağ tərəfə. Arxadan da elə aparmaq, heç olmasa 5 addım aparmaq çox müstəhəbdir. Peyğəmbər elə dövrə vururdu bu cür, cənazəni aparırdı. Qəbrə özü düşdü, özü düzəltdi qəbrin üstünü. Sədin anası sevindi, biraz fəxr elədi. Dedi ki, xoş halıva oğlum, cənnətin mübarək olsun. Peyğəmbər buyurdu ki, anacan sən niyə belə deyirsən? Allah üçün vəzifə təyin eləmə. Bəlkə o indi əzabdadır. Zaman çox məhtəl qaldılar. Ki, bu qədər əzəmətlə Peyğəmbər gəldi, iştirak elədi, özü qəbrə qoydu, üzr sahibi özü oldu, bu tərəfdən də bu sözü dedi. Soruşdular, ya Rasulallah, niyə belə? Buyurdu ki, bəli, Səd çox əzəmətli adam idi, Ühüddə Allahın da ehtiramını qazanmışdı. Mələklər orada idilər deyə mən ayaqyalın qaçdım ki, onlara ehtiramsızlıq olmasın.
Mənim əlim Cəbrailin əlində idi. O hansı qolu daşıyırdısa mən də oradaydım. Yəni mələklər iştirak edirdilər burada. Apardıq, dəfn elədik. Allahın əmri necə etsə elə də dəfn elədik. Bəs niyə dedin ki, bəlkə o əzabdadır? Çünki ailədə xasiyyəti tünd idi. Ailədə xasiyyəti tünd olduğuna görə, yəni biz çox danışırıq, biraz da belə adam incidən mövzudur. Şəhidlər barəsində danışmaq asan deyil. Onlar özlərini, canlarını fəda ediblər bizdən ötürü. Şəhid Allahla öz arasında olan günahları bağışlanır. Günahları bağışlanır, bəli. Çünki İmam Musa Kazım Aleyhisselam buyurur ki, şəhidin töküldüyü ilk qanı onun günahlarının kəfarəsidir. Hansı günahlarının? Allahla özü arasında olan günahlar. İllət deyin, borcdan başqa. Yəni, əgər bir nəfərin borcu varsa, borc sahibi bağışlamazsa, borc fərqi yoxdur. Pul veribdir və yaxud da ki, bir dənə söz haqqı var boynunda və yaxud qonşuluq haqqı, hər hansı olsun da, bir dənə, yəni, borc budur, vəzifə yəni. Əgər borcu varsa boynunda, onu Allah Teala bağışlamaz. Çünki Allah Teala'nın bağışladığı günahlar var, bağışlamadığı günahlar var və bağışlaya bilmədiyi günahlar var. Əstəuzubillah. Yəni, Allahın da bağışlaya bilmədiyi belə deyilir. Allahın bağışladığı günahlar budur ki, Allah Teala buyurur ki, əgər tövbə eləsin, mən bütün günahları bağışlayaram. Bütün günahları bağışlayaram. Bəs bağışlamadığı günah deyir, şirki bağışlamaram. Mənə şərik qoşdun, onu bağışlamaram. Bəs bağışlaya bilmədiyi o qul haqqıdır. Ta o bağışlamasa, Allah bağışlamaz. Əgər onu bağışlasa, bu birisine zülm eləmiş olur axı. Ona görə Allah Teala bağışlamaz. Özü buyurur ki, bağışlaya bilmərəm. Çünki qulun haqqı var. İndi bu məsələdə də Səd ibn Muaz şəhid kimi ölmüşdü. Şəhid kimi dünyasında dəyişmişdi, şəhid olmuşdu. Amma görürsünüz ki, deyir, evdə, ailədə xasiyyəti tünd olduğuna görə, bilirsiniz, bizim əsas işimiz evdə, ailədədir. Əsas problemimiz oradadır. İnsanı cənnətə aparan da ailəsi olacaq. Cənnətə getməyə qoymayan da ailəsi olacaq. İndi son zamanlar bizim uşaqlarımız ailə quranda belə hüquqi ailə qururlar da, hüquqi ailə. Hüquqi ailə düzgün ailə deyil, hüquqi dövlət qurarlar, hüquqi ailə qurmazlar. Mənim hüquqlarım, əgər hüquq üzərində olsa, qadın uduzar. Məhəbbət üzərində qurulmalıdır ailə. Niyə uduzar, onu da deyim. Məsələn, qadının, xanımın yeməyini, içməyini vermək boynumuzadır. Qəbul elədik. Qadının nəyi var? Qadın, məsələn, təmkin eləməlidir bir. Evdən bayıra gedəndə kişisindən icazə almalıdır 2. Kişinin pulu xərcləyəndə icazə almalıdır 3. Vəssalam. Qadının hüquqları budur. İndi deyərsən ki, yemək bişir deyə canın tutsun özün bişir. Corablarımı yiyor, canın tutsun özün yiyor. Belədir də. Amma kişinin hüquqları çoxdur. O cümlədən kişi xanımın yeməyini də verməlidir, içməyini də verməlidir, yatacaq yerini də verməlidir, paltarını da verməlidir. Amma gəzintiyə aparmaq və yaxud gəzintiyə icazə vermək kişinin haqqı deyil. Çox üzr istəyirəm. Mən bilən belə bir şey eşitmişəm. Hətta süd pulu da kişinin boynundadır. Bəli, uşağını saxlasa süd pulunu da ala bilər, bəli. Yəni, o hüquqlarından danışdıqda, digər işlər bunun hüququ deyil. Elə onu deyirəm ki, hüququ olmayan işlərdə kişidən pul da ala bilər. Çay qoyuram sənin üçün, pulumu ver. Məsələn, uşağıma süd verirəm, pulumu ver. Uşağımı saxlayacağım. Yəni, bu cür. Cəmi 3 dənə haqqı var da, onu da dedik. Kişinin haqqı deyil, onu gəzməyə aparsın, gəzdirsin və yaxud da gəzməyə gedəndə icazə versin, haqqı deyil. İndi bu, hüquqi dövlət qurular, hüquqi ailə qurulmaz. Ailə məhəbbət üzərində qurulmalıdır. Və o məhəbbətlə də getməlidir. Xanım Zəhra sallallahu aleyhi ilə Həzrəti Əli aleyhissalam evlənəndə Peyğəmbər sallallahu aleyhi və səlləm gəldi, onların işlərini böldü. Əli, sən evin bayırında olan işləri görəcəksən, qızım Fatimə, sən də evin içində olan işləri görəcəksən. Xanım Zəhra sallallahu aleyhi şükür səzdəsi elədi. Şükürlər olsun ki, məni atam bayırla təmasa bıraxmadı. Allah Teala'nın bizə göndərdiyi o gözəl xüsusiyyət ki var, əxlaq. O əxlaq bizi normallaşdırmaqdan ötürü, orijinal halımıza qaytarmaqdan ötürüdür. Ki biz qayıdaq öz halımıza. Biz qayıdaq Allah bizi necə yaradıb o hala.
Ondan ötürü Quran buyurur ki, İnnəkə lə'ala xuluqin əzim. Peyğəmbər, sən əzəmətli əxlaq sahibisən. Bu, Quranın bizə verdiyi mesaj burada nədir? Bu sizə ülgüdür, ölçüdür. Bu şablondur. Əgər istəyirsiniz insan kimi yaşayasınız, çalışın buna çevirin. Allah sizdən razı olsun. Mən Peyğəmbərin bir gözəl xüsusiyyətində eşitmişdim ustaddan birindən ki, Peyğəmbər 1 saatı 3 hissəyə bölərmiş. 20 dəqiqəsini ailəsinə, 20 dəqiqəsini cəmiyyətə, 20 dəqiqəsini də özünə. Hətta kim gələrsə Peyğəmbərə nəsə sual eləyərsə, onu da öz 20 dəqiqəsindən çıxarmış. Bilirsiniz, o biraz gözəl sözdür, amma biraz çətin məsələdir də. Peyğəmbər özü buyurur ki, yəssir və la tuvəs, asanlaşdır, çətinləşdirmə. İndi biz deyək ki, ay insanlar, siz saatınızı 3 yerə bölün, doğrudan çox çətindir. Çox çətindir. Daha yaxşısı budur ki, insan 24 saatın, yəni sutqasını 3 yerə bölsün. 8 saat yatmaqdır, 8 saat özünə sərf eləməkdir, özünə. 8 saat da işdir. Özünə sərf eləməyin içində dində var, namaz, ibadət filan, dırnaq tutmaq, saç qırxdırmaq, nə bilim, baş yumaq filan bunlar da var. Üstəgəl ailə ilə mehribansız da var. Peyğəmbər sallallahu aleyhi və səlləm o qədər ailəsi ilə mehriban edir ki, əfkəhun nas deyir. Peyğəmbərə deyir ki, əfkəhun, əfkəh, yəni, necə tərcümə edeyim onu? Əfkəhun nas, yəni, ən uşaq. Peyğəmbərin İmam Həsən, İmam Hüseyin əleyhissalamı çiynində uşaqlar o qədər görmüşdülər. Yolda Peyğəmbəri görəndə tez tuturlar əlindən ki, bizi çiynimə mindirir. Peyğəmbər də mindirirdi. Biz, məsələn, mən gedəndə deyirəm ki, şənimə uyğundur, cəmaat deyərlər ki, ağa gedir, bu ayıbdır, ruhaniyə yaraşmır. Peyğəmbərə yaraşırdı amma, Peyğəmbər bunu eləyirdi. Baxın, sutqanı 3 yerə bölmək daha rahatdır. 8 saatın içində də insan öz 8 saatının içində ailəsinə, tən yarısını ailəsinə ayırmalıdır, o biri tən yarısını ibadəti və öz üz-gözünü təmizləməsinə. Allah sizdən razı olsun. Acı çox gözəl mövzuya toxundunuz. Yəni, xoş oldu sizinlə bugün həm söhbət olmaq. İnşallah bugünkü proqramımızın sonuna gəldik, çatdıq. İstəyərdim siz də mövzunu elə bir yerə yığasınız, tamaşaçılarla da sağollaşaq. İnşallah. Allah Teala Peyğəmbəri bizim üçün ülgü, ölçü göndərib. Yəni ki, insan, mən sizi sevirəm. Siz mənim üçün dünyanın ən ali varlığısınız. Mən sizin içinizdən ən ali varlığı seçib, ən ali kitabı sizə onun vasitəsindən dəvətnamə göndərmişəm. Bunun vasitəsindən siz mənə tərəf gəlin, əbdi ət-tə'in, mənim bəndəm, gəl mənə sar, yəni mənim kimi olur, mənim sözümə bax, səni özüm kimi eləyim. Mövzunun davamını inşallah gələn verilişlərdə danışarıq. Bura qədəri elə biləm kifayətdir. Əxlaq insanı insan eləyən amildir, bir nömrəli amildir. Ondan sonrakılar belə deyək, təfərrüatdır. Əsl əxlaqdır. Çox sağ olun. Allah bizi o vurğuladığımız əxlaqlı bəndələrdən qərar versin. Amin. Bəli, dəyərli tamaşaçılar, bugünkü proqramımızın sonuna gəldik, çatdıq. Növbəti proqramlarda görüşmək ümidi ilə Allah'a əmanət olun.